Amerikada yaşayan Qənirə Ataşova yenə də şok-şoklar edib. Gülsüm Əliyev haqqında yeni məlumatlar yayıb. O, demək, bir klinikada çalışırmış. Gülsüm Əliyeva kosmetologdur. Bəli, Milli.az xəbər verir ki, jurnalist özünü cərrah kimi təqdim edən Gülsüm Əliyevanın videosunu paylaşıb. Videoda Gülsüm Əliyeva özü etiraf edib ki, peşəkar olmaq üçün diplom vacibdir. Gülsüm xanımdır bu. Diqqətlə baxın. Özün təqdim edib ki, mən kosmetoloqa, Qənirə xanım da minib atına, çapa-çapa araşdırma aparıb sürətlə. Düzdür, Qənirə Ataşovaya da təzyiqlər var, falan var, amma Mübariz xanımdır da, belə tutdu, sona qədər gedir, əl çəkmir. Yaxşı, bəs haradadır o diplom? Göstərə bilməyib, bilmədiyi hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, güya Türkiyənin Diyarbakır vilayətində Dicle Universitetində məzun olub. Mən də nə dedim, nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur ki, bizdə bu adda tələbə olmayıb. Deyirəm də, bax, Qənirə Ataşova minib ata, çapır. Əcəb edirsiniz. İndi deyirəm ki, bu məsələ daha ciddi yanaşın və buna görə ki, Türkiyənin Yüksək Öyrətim Qurumuna da rəsmi müraciət etmişəm. Oradan gələn cavabda səbirsizliklə gözləyirəm və sizinlə paylaşacağım bizlərə deyib. Rabitə Kollecindən də gərək soruşum. Bunu da şaka yapıb da. Yəni ki, çoxları belə təsadüfi yerdə təhsilin başa vurub, gəlib estetik həkim kimi çalışılacaq. Axırda isə bir şey deməsəm ürəyim partlayar. Dinsiz dindən danışır, imansız imandan, elmsiz də elmdən deyə Ataşova qeyd edib. Gülsüm Əliyevanın da deyiblər ki, bir neçə universitetə sorğu göndərib, deyiblər o bizdə oxunmayıb, heç adı yoxdur bizdə heç bir yerdə. O isə sübut etməyə çalışır ki, Gülsüm xanım, mən hansısa institutu, universiteti qutarmışam, diplomum da var və vacib olduğunu vurğulayıb Gülsüm xanım.